Bugün zamanı itirməyin forması dəyişib. Dünən küçədə, boş məclislərdə itirilən vaxt bugün telefonlarda, ekranlarda itirilir. Telefon işlətmək günah deyil. Sosial şəbəkədən istifadə etmək haram deyil. Amma ölçüsüz istifadə edilən hər şey insanı ziyana aparır. Çünki şeytan bəzən birbaşa haramdan deyil, boş məşğuliyyətdən bizi çaşdırır. Telefon bir neçə dəqiqə deyə açılır, amma bəzən saatlarla bağlanmır. Nəticədə namaz gecişir, qəlb yorulur, beyin dolur. Bu vasitə ilə insan hər kəsi izləyir, amma bəzən özünü belə görmür. Bugün ən ağır məsuliyyətə çevrilən iki nemət var. Vaxt və diqqət. Çünki diqqət haraya yönəlirsə, ömür də ora axır. Gəlin, özümüzə səmimi bir sual verək. Günün ən bərəkətli anları hara gedir? Telefon bizi idarə edir, yoxsa biz telefonu? Unutmayaq, telefon vaxtı doldurmur, vaxtı aparır. Əgər nəzarət olmazsa, təkcə saatlar deyil, ömür əldən gedər.